Ya Allah, salam aleykum. Vahid Əmlak səhifəsinin izləyiciləri, hər vaxtınız xeyir olsun. Abşeron rayon Saray qəsəbəsində Nazim marketə düz yaxın, asfaltın qırağına 10 metr məsafədə 7 sot yarımın içində, bir dənə zəhmət olmasa həyəti təqdim elə. 7 sot yarımın içində bu ev çıxdı satışa. Evimiz Çıxarış kənd təsərrüfatı təyinatlıdır, gözəl insanlar. Gəlin bir dənə zəhmət olmasa sizi evin həyəti ilə birinci tanış eləyirəm. Sonra keçid eləyirik evimizin içərisinə. Öncəliklə nəzərinizə çatdırım ki, evimiz yəni dünən bugün tikilməyib. Köhnə tikili proyektdir, hardasa bir 10 ilin, 15 ilin tikilisidir. İndi balkonuna da çıxacağıq, balkondan da çəkiş eləyəcəyik sizlər üçün. Evimizin buradan qaraj hissəsidir, yəni maşın filan salmaq üçün. Buradan asfalta 1 dəqiqə çoxdur da, yəni 1 dəqiqə çoxdur. Bax, evimizin yan dövrəsindən evin başına tam şəkildə fırlanmaq mümkündür. Evimizin bax, gözəl bir dənə var, burada hündür bir dənə səni də var, burada manqalxanası var və s. hər bir şey evin içində mövcuddur. Bax, toyuqca saxlamaq istəsəz, belə tövləsinə kimi mövcuddur. İzləyicilər, baxın, indi bu giriş hissəsidir, bax buradan. Yenə də deyirəm, evimiz köhnə tikili, köhnə proyektdir. Amma çox böyükdür də, yəni indiki proyekti də daha doğrusu tam köhnə deyil. İndiki proyektlərlə də tam ayaqlaşa biləcək səviyyədədir. Sadəcə bu evin içində remont lazımdır. Yəni ev sahibi bir dənə xanımdır. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra, yəni gücü yoxdur da buranı remont eləmək. Kim alsa, yəni bilsin ki, gələn bilsin ki, remont olunacaq bura. Evimizin start qiyməti 145 min manatdır. Ev sahibi ilə yenə də qiymətdə özünüz razılaşacaqsınız. 4 tərəf qoşadaşla inşa olunub. Bura gördüyünüz kimi Avropa stilli, Evro stilli belə deyək də, mətbəxdir, zal, studio mətbəxdir, çox genişdir. Yenə də deyirəm, hər şey videoda göründüyü kimi deyil. Real gəlib öz gözünüzlə, özünüz baxıb görəcəksiniz nə var yox. Düzdür, çöldən qarajı göstərə bilmədim sizə. Amma içəridən gəlin buradan göstərim sizə. Evin qaraj hissəsidir, evin qaraj hissəsidir. Hal-hazırda ev sahibi buranı əldamı kimi istifadə edir, balon bankə yığmaq üçün. İndi inşallah kimin də imkanı var, gətirəcək maşını salacaq ora. Gözəl insanlar, evimizin bir dənə belə yataq otağı. Nəzərimizə çatdırıram, bizdə hər şey reallıqlandır. Kimsə bunu görər, deyər ki, burada nəmişlik var. Nazim marketə düz yolun qırağında, burada nəmişlik yoxdur. Sarayı tanıyan bilir. Sadəcə yenə də deyirəm, ehtiyatsızlıq, yəni maddi cəhətdən təmir oluna bilməyib. Qiymətdə də ki, təmir söhbətinə görə də gələcəksiniz, yenə də razılaşacağıq. Burada bir otaqdır, gördüyünüz kimi. Burada isə yerləşir, evin kombisidir, pitminütkasıdır, zəhmət olmasa bir dənə kadrda göstər, bunları görsünlər. Gözəl insanlar, bax, bu günlərim Saray qəsəbəsində ideal səviyyədə ev istəyənlər, inşallah, bu videoya axıra kimi baxın, çıxırıq 2-ci mərtəbəyə, saxla kadrı. Hörmətli izləyicilər, gəlin evimizin 2-ci mərtəbəsi ilə tanış olaq. Bax, evimizin 2-ci mərtəbədə işığı yandırmağa ehtiyac yoxdur. Valla, bu o qədər işıqlıdır, içəri işıq közəri yandırıram, gəl bura. Görün evimizin 2-ci mərtəbəsinin dəhliz hissəsi necə genişdir. Baxa bilərsiniz, dəhliz hissəsinin genişliyi. 2-ci mərtəbə həqiqətən zövq oxşayandır. Bax, burada belə gözəl bir dənə bax, maşallah olsun. Gözəl bir dənə bax, burada dəyərli izləyicilər. Evimizin zal otağıdır. Gəlin bu evə baxın. Vallahi deyirəm, bu evə baxan əli boşlara qayıtmayacaq da. Yəni, 7 sot yarımın içində də satıla bilər. Ürəyi istəyir, belə 15 sotun içində də verə bilərik buranı. Evimizin kombi sistemlərinə baxırsınız. Sadəcə burada bilirsiniz necədir. Bax, burada bu lepqanı atırsan yerə, vırırsan aboyumu çıxdı getdi də. Burada heç nə yoxdur. Yəni, buranı bağlayıblar, qoyacaq. Maşallah olsun. Yenə də deyirəm, burada yaşayış olmayıb da. Yəni, ev sahibi deyir ki, mən şəhərdə qalmışam. Təzəliklə gəliblər bura. Yəni, burada hamısı isti soyuqdandır, remont səviyyəsi zəifdir. Maşallah olsun, burada da bir otağıdır. Burada da gözəl insanlar. Gördüyünüz kimi tam şəffaf şəkildə göstərəm. Bu lambirindir. Lambirini sökürsən, qutardı getdi. Əvvəl o vaxtı deyir, ev sahibi deyir ki, bura mətbəx olub. Keçid eləyək evimizin addelini sanitar qovşaqlarına. Ay maşallah. Baxın, gözəl insanlar. Burada bir dənə qəşəng yunansı var. Bax, burada ev sahibi belə bir koridor sistemi düzəldib. Əl yumaq üçün və paltar yuyan maşını burada istifadə etmək üçündür.
Burada hamam otağıdır, jacuzzisi filan hər bir şey də var. Yəni ehtiyac da yoxdur heç remont eləməyə. Gəl bura gözəl qardaş, zəhmət olmasa buranı da bir dənə çək. Və sonda evin finalını göstərəcəm, balkonun. Ki yəni bu final aşamasıdır. Gəl bura qardaşım, bura gəl. Bax gözəl insanlar, balkon açarı yoxdur, amma sizə buradan bir dənə göstərsin qardaş balkonu. Bir dənə balkona baxın. Maşallah olsun, nə böyüklükdədir. Bax, fikri ciddi, real müştərilərimiz varsa, hətta həyətində hovuzu belə var, təmirə ehtiyacı var. 145 min manat bugünkü gündə bu evə dəyər. Ciddi fikri olanlar əlaqə saxlaya bilərsiniz.